Deyirlər ki, iki doğul dayısına oxşayar, birbaşa isbat üçün gətirdim. Burada belə bir söz deyim. Ümumiyyətlə mitoxondrial DNT deyilən bir şey var ki, yalnız qadından keçir. Yəni məndəki mitoxondrial DNT ilə Mehmandakı eynidir. Yəni onun anasındakı ilə mənimki eyni olduğuna görə nəticə etibarən dözümlülükdə, enerjidə və digər məsələlərdə bir-birimizə bənzəyəcək. Və bunu zamanla müşahidə edən xalqlar deyiblər ki, iki doğul dayısına oxşar, yəni eyni dözümlülüyə sahibdir, eyni enerjiyə sahibdir. Amma bu təkcə bizim xalqa məxsus deyil. Bu tip düşüncələr digər xalqlarda da var. Məsəl üçün, Çindəki Mosuelərdə var, Qanadakı Akan tayfasında var, Zambiyadakı Bembalarda var. Qafqazdakı Çərkəzlərdə var ki, bu tip ifadələr, yəni xüsusilə qadının rolunun güclü olduğu cəmiyyətlərdə olur. Yəni qədim türk cəmiyyətlərdə qadın rolu çox güclü olduğuna görə, qadın əsas nöqtələrdən biri olduğuna görə dayı da önə çıxırdı. Yəni tayfalar arası egzogamiya var idi. Yəni bir tayfadan bir qadın gəlirdi, digər tayfadakı kişini evlənirdi. Nəticə etibarilə o tayfalar müttəfiq olurdular və beləcə ulus yaranırdı. Ona görə də uşağın böyüdülməsində ananın kişi versiyası sayılan dayının rolu böyük idi. Ana. Görə də İstər-istəməz türk toplumlarında iki doğul dayısına bənzəyər kimi ifadələr daha çox işlənmişdir. Burada bir dənə detal söyləməliyik. Əksər dillərdə dayı və əmi ayrımı yoxdur. Məsələn, Avropa dillərində uncle sözüdür ki, ingilis dilini bilirsiniz. Yəni həm dayını bildirir, həm əmini. Amma türk dilində həm dayı var, həm əmi var. Yəni bunların faktiki olaraq statusu da, vəzifəsi də fərqlidir ki, bunları fərqli formada tüpür. Yəni bizim dildə faktiki olaraq əmi və dayının rolu fərqlidir ki, bunlar fərqli formada ifadə edilirlər. Yəni əminin özünə məxsus bir rolu var ki, əmidən öz varisliyini götürür. Yəni əmi ilə o qardaş oğlu varis ola bilir. Amma dayı burada əsasən qoruyucu statusda olur, qoruyucu rolda olur, tərbiyəedici rolda olur. Məsələn, Çərkəz xalqlarında uşaq yetişəndə ona ilk atı dayısı verir. Qədim türk toplumlarında qadın rolu böyük olduğuna görə istər-istəməz dayısının da rolu, yəni uşağın dayısının da rolu güclü idi. Yəni uşaqla bərabər videonu çəkmək olmur. Sərdən bütün səhifələri çevirir, heç oxuya da bilmirəm. İmkan vermir ki, görüm tayfaların adı və digər şeyləri. Çətindir, qısa formada izah eləməyə çalışdım, amma bununla bağlı studiyada zaten çəkmişəm bir video gələcək. İndi Mehman de görüm biz oxşuyuruq. Birbaşa boxun gətirdim bura. Dayının rolu çox ifadə olunur. Kişilər patriarxaldır, yəni kişi əsasında, kişi şəcərəsindən danışır. Tayfalar arası ittifaq edir. Qəti surətdə bölüblər. Xüsusilə də türk xalqlarında bu çox güclüdür.